Bir dəfə cəhd eləmişəm ki, bunun qəbuluna gedəm. İndi mən uşaq deyiləm ki, mən 15 il ölkənin təhsil naziri olmuşam, 2 il universitetin rektor olmuşam. Bir dəfə mən onun qəbulunda olmuşam, 1 saat məni gözlədi, istədim duram çıxam, əvvəl təzə gələndə. Gəldim, mənə deyir, gülə-gülə, səni də 1 saat orada gözlətdim. Yəni bu bilə-bilə insanları elə bil, ondan sonra mən onun qəbulundan getməmişəm, boğazdır. Başqa bir şey söylüyorum, belə işləyən bir institut, bir gün oturmuşam otağımda, mənə xəbər gəldi ki, sizin institutun adını dəyişirlər. Riyaziyyat və mexanika institutu. Xəbərim yoxdur. Bu institutun adını niyə dəyişirsən? Belə göstəricisi olan, nətər dəyişsən ki, mənim bundan xəbərim yoxdur, nətər dəyişsən ki, kollektivin xəbəri yoxdur, nətər dəyişsən ki, bölmədə müzakirə olunmur, zəng eləmişəm, götürmür, zəng eləmişəm, bölmənin rəhbərinə, deyir, mənim xəbərim yoxdur. Zəng eləmişəm bunun aparatın rəhbərinə, deyir, mənim xəbərim yoxdur. Kim, necə, çox çətinliklə telefonla danışa bildim, mənə deyir ki, sənin nə işin var, dəyişirəm də, deyirəm, niyə dəyişirsən, səbəb nədir? Ad dəyişməklə məzmuna bir dəxli olacaq bunun. Kimin təklifindən dəyişdir? Mənim kefim belə çəkir dəyişirəm. Nə qoymaq istəyir, kesirməm, nə qoymaq istəyir? Tamam, başqa bir anof bir ad qoymaq istəyir. Özünə uyğun amma. Yəni, bu adam, sizi inandırıram, 2 il 4 ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan elminə vurduğu zərbəni 75 ildən çox müddətdə yaşayan Elmlər Akademiyasında heç kəs vurmayıbdır. Bax, təsəvvür edin, mən yazımda yazmışam, mən yazır ki, gülünç doğurur. Nə gülünç doğurur? Sən akademiyaya avtomobil müfəttişinin maşınının müşayiətinlə gəlirsən və qabağında da maşının cibində tapanca bir adam axıranla gəlir. Kim, Mirasudullah, iki ilk akademiyanın prezidenti, ya Yusuf Məmmədəliyev, ya Zahid Xəlilov, ya digərləri akademiyaya axıranla gəlirdi, tapanca ilə gəlirdi. Onlar icra aparatının rəhbəri işləməmişlər. Təhlükəsizlik Şurasında da, bunun argumenti odur ki, mən uzun illər icra aparatını... Mən rəsmi öyrənmişəm, heç bir elə ixtiyar yoxdur ki, falan kəsə falan şey verilsin. Hamı bilir ki, Azərbaycanda hansı vəzifələrə qoruma verilir, hansına düşür, və bu nə də şey düşür. Dövlət verməyib? Vətiyyə verməyib. Hətta maşını da o maşını gətirib. Oranın maşını da veri var, bakma veri var, aldı sindirir belə. Bu lap dəhşət. Baxın da maşının nömrəsi PA 501. Hələ də aparatın rəhbəri olduğu maşın? Yox, 500 də orada 500 idi. Bu 501'di, eyni maşın 501'di. Yəni, bu bilirsiniz, bir tərəfdən gülünç hissi o. Çox təəssüf hissi doğurur ki, belə bir adam, belə bir səviyyədə ama bugün Azərbaycan Milli Elmlər Akademiyasına əslən olsa rəhbərlik etmir. Əslən olsa elmi hörmətdən salır. Akademiyanın heç bir güya təzə gələndə nazirləri çağırdı, müəyyən iclaslar keçirdi. Nə oldu nəticəsi? Heç bir şey.